Və indi baxacağıq tabeli mürəkkəb cümləyə. Tabeli ilə tabesin yəqin ki, fərqini bilirsiniz də. Məsələn, deyirəm ki, elə yazdığım cümlə. Deyirəm ki, bu cümləni yazanda onun davamını istəyirmi, gözləyirmi? Bu nədir? Biri o birindən asılıda tabeli mürəkkəb cümlə. Aydındır. Amma məsələn, deyirəm ki, uşaqlar gəldi. Ana yemək çəkdi. Bax, bura uşaqlar gəldi. İkinci cümləni oxumasaq da, birinci cümlədə bir anormallıq var. Yox. Deməli, fikir tam olur. Yəni, fikir yarımçıq qalmır. Yəni, tabiri mürəkkəb cümlədə biri o birindən asılıdır. Biz onsuz da bunu keçmişik, əvvəllər çox keçmişik. İndi ümumi bir təkrar edək. Bax, qısa məlumatlar verəcəm. Birinci nə vaxt baş cümlə gəlir, nə vaxt budaq cümlə gəlir. Yəni ki, bilirsiniz, baş cümlə budur, budaq cümlədə budur. O həmişə baş cümləyə baxmalıdır. İndi birinci baş cümlənin gəlmə mövqelərini budaq çoxdur, budaq ayrıca deyək. Və bilin ki, nə vaxt birinci baş cümlə gəlir. Əgər cümlədə ki, belə ki, yəni aydınlaşma bağlayıcısı, tabelliyin aydınlaşma bağlayıcısı varsa, birinci baş cümlə gələcək. Məsəl üçün, oxuyur ki, qəbul olsun. Demək, burada nə var? Ki bağlayıcısını gördüksə, birincidən gəlir, baş cümlə gəlir, düzdür. Demək, burada əlaqə vasitəsi nədir? Bağlayıcı ki bağlayıcısı, aydınlaşma bağlayıcısı, aydındır. Və bundan da əlaqə. Biz sual verdiyimiz sizə nə idi? Baş cümlə idi, aydındır. Sualın çıxdığı yer, sual verə bildiyimiz yer nədir? Baş cümlədir. Bu belə. Daha sonra, səbəb bağlayıcı ola bilər. Məsəl üçün, oxuyur. Bunları bilirsiniz onsuz da, sadəcə ünvanı bilir. Oxuyur, çünki məqsədi var. İndi bunu necə sual verə bilərik? Oxuyur, niyə? Nə məqsəddən? Çünki var. Aydındır? Birinci baş cümlə. Hə, birinci baş cümlə bəli, yenə budaq cümlədir. Aydındır? Bu belə. Bir də intonasiya var. İntonasiya yazılan məsəl üçün gəldim, dərs oxuyum. Bura rahatlıqla kini qoya bilirəmmi? Gəldim ki, dərs oxuyum. Kini rahatlıqla artıra bilirəmsə, birinci baş cümlə, sonra budaq cümlədir. Demək, burada... İzah edəcəm. Demək, burada bir əlaqə vasitəsi nə oldu? Ki, aydınlaşma bağlayıcısı. Burada əlaqə vasitəsi nə oldu? Səbəb bağlayıcısı. Və burada əlaqə vasitəsi nədir? İntonasiya. Yəni də birinci baş cümlə gəlirdi. Ki olan cümlələr dedik ki, birinci baş cümlə gəlir. Bəli. İndicə, təzəcə, bəli, qoya bilsək. Və məsəl üçün, evə yenicə gəldim ki, məni çağırdılar. Məni çağırdılar, nə zaman? Evə yenicə gəldim. Məni çağırdılar. Dırılar. Bax, yenici tərcə indicəni gördüksə, indi onun da istisnası var deyəcəm. Və yaxud da ki, anda əndə ilə əvəz edə bilirsə, evə yenicə gələndə, məni çağırdılar. Sadə cümləyə çevirəndə zaten tapaq olur. Ayşə, sadə cümləyə çevirəndə olsa tabir məşə cümlələr nə olur? Baş cümlələr, budaq cümlə daha doğrusu fiili birləşmə formasında olacaq da. Sadələşmə axırı deyəcəm. Burada artıq kini görsək, demək ki, birinci baş cümlə gəlir. Niyə? Çünki zaman əlaqəli tabiri mürəkkəb cümlələrdə, ki olan cümlələrdə əgər fakt yazılırsa və yaxud da yoxdursa, arta bilirəmsə və yaxud da ki, gəldim sözlə xəbəri anda ilə əvəz edə bilirəmsə, birincidən gələcək budaq cümlə, sonra baş cümlə gələcək. Aydındır. Amma belə cümlə ola bilər ki, tərkibdə yenici olsun, amma yenə birinci baş cümlə gəlsin. Məsəl üçün, dedim ki, dərs oxu, dərsi oxu. Bax, yazılan məsəl üçün, yenicə dedim ki, dərs oxu. Yenicə tərzdə var, birinci baş cümlə burada. Birinci baş cümlə. Öz bildiyimiz kimi tapaq. Baş cümlə gəlir. Niyə baş gəlir? Sual. Yəni, hər yenici tərzdə incəni görsək də götürməyəcək. Zaman əlaqəli. Bəli, bu tamamı budaq cümləsidir. Amma zaman əlaqəli tabiri mürəkkəb cümlələrdə onu götürməli. Yaydındır. Bu belə. Sonra, gələcək indi budaq cümlənin birinci gəlmə mövqeləri. Məsəl üçün, gələcək birinci bağlayıcı sözlər. Bağlayıcı sözlər nədir?
bildiyimiz sual əvəzlikləri, yəni sual əvəzlikləri daşlaşmış sual əvəzlikləri, suala cavab vermir. Bir də bağlayıcı sözlər bu sözlər ola bilər. Hər kəs, hər nə, hər kim, o yerə ki. Hərçənd. Onlar yazmış bura, cəzm olaraq da dedim. Hər kim, o yerə ki, o zaman ki, o vaxt ki. Yəni kini görüb götürməyin bu başlığını verəcək. O ki, bu ki deyil də bildiniz. Məsəl üçün, bağlayıcı sözlər necə olur? Deyirəm, məsəl üçün, hara deyir, get. Bir də uşaqlar, əvəzlik gəlib var. Əvəzlik gəlib, həm də qarşılıq söz var. Əvəzlik gəlib nə? Əvəzlik gəlib işarə əvəzli, hədi görüm. Əgər əvəzlik gəlib, budaq cümlədə işləsə, orada qarşılıqlı söz. Ay, sağ ol. Əgər baş cümlədə işləsə, əvəzlik gəlib. Əvəzlik gəlibdə bağlayıcı. İşarə əvəzli. İşarə əvəzlik gəlib. Məsəl üçün, bir dənə nümunə görək, əvəzlik gəlib var. İşarə əvəzlik gəlib. Bir baş cümlə gəlsin. Baş cümlə gəlsin. O gələndə... Yox, məsəl üçün, O gəlmişdi ki... elə oxuyur ki, məsəl belə yazaq da, yox, o şəxsdə xeyir. Elə oxuyur ki, mənə maraqlı gəlir. Mənə maraqlı gəlir. Demək, elə var mı burada? Hansı hissəsidir? İşarə əvəzlik. Biz buna burada deyəcəyik, əvəzlik gəlir. Aydındır. İndi baxaq. Hara... Kim ki danışır... Yox, o şey bağlayıcı söz. Qarşılıq. Hara deyir, get. Buna rahatlıqla əvəzi gəlir, tək işarə əvəzi deyil, yer zəhli falan da olur, bəzi sözlər də var. Ora, bura, orası, burası, eləsi, beləsi, bunlar da olur. Bax, hara deyir, get. Buna rahatlıqla əminə qarşı söz qoya bilərmi? Hara deyir, ora get. Yoxdursa və rahatlıqla bərabər eləyə bilirəmsə, birinizdən gəlir. Budaq cümlə, budaq cümlə, ikinci baş cümlə. Və əlaqə vasitəsi burada nədir? Bağlayıcı sözdür. Və yox da, kimi deyir, çağır. Əlaqə vasitəsi nədir? Kimi deyir, onu çağır. Bağlayıcı sözdür. Və birinci budaq gəlir. Qarşılıqlı söz bağlayıcı vasitə olur, hə? Necə? Yox, onu. Qarşılıqlı söz, bunlar, yox, bağlayıcı vasitə olmaz. Əvəzlik qəliblərdir, qarşılıq sözlərdir, bağlayıcı vasitə deyil. Amma bağlayıcı sözlər, bağlayıcı vasitə olur. Aydındır. Bağlayıcı sözlər və əvəzlik qəliblər hər ikisi cümlə özü olur. Hər ikisindən sual vermək olur rahatlıqla, aydındır. Sonra, bir yazılan məsəl üçün, indi burada əlaqə vasitəsi nədir? Hara getdiyini deməsə də, bilirəm. Bəs burada harada var? Bağlayıcı söz əlaqə vasitəsi olmaz? Olmaz. Onu dedim, Bildim. ona qarşı söz var. Ay, sağ ol, əsas budur. Əgər qarşı söz qoya bilmirəmsə, demək burada əlaqə vasitəsi bağlayıcı söz deyil. Nədir əlaqə vasitəsi? Artıq başqa bir şeydir. Sağ plus da. İndi deyirəm ki, burada isə-isəcəkdir, düzdür, bağlayıcı vasitə. Xeyr, sağ plus da. Nədir? Peyli şərt şəkilçisi. Aydındır. Və yaxud deyirəm ki, pulu varsa gələcək. Burada əlaqə vasitəsi peyli şərt şəkilçisi. İsədir. Ay, sənə qısalmışım. Zaman yoxdur. Hardan? İsə olur. Aslında, işədir bu. Şərtdir. Nə işə? Bu belə. Sonra Yox, zamandan sonra gəlsə şey. hə, onu deyirsən, amma orada birbaşa köşə qoşulur baxın. Köşə deyəndə. Sonra qaldı burada nə? Bağlayıcı sözdə bir də bunlar ola bilər, bunları bildik. Sonra şərt bağlayıcısını da dedik də, deməli indi deyək. Şərt bağlayıcılar hansılar var? Əgər, bir halda ki, madəm ki, indi ki, aydındır, bunlar şərt bağlayıcılar. Bunlar varsa birinci... Hərçənd düşür. Onlar güzəşt bağlayıcılar deyəcək. Əgər... Orada birinci bu da var, sonra... Hə. Əgər oxusa, qəbul olacaq. İndi deyin görün burada. Birinci budaq sonra... Birinci budaq, bəli, sonra başlı. Və əlaqə vasitəsi nədir? Sağdır. Fe'li şəkildə Əgər isə... Yox, sağ... İsədir. Şərt, başlanğıc sorma, şərtdir. Oxumazsa. Fe'li şərt şəkilçisi ancaq belə qoşulur. Bəli, oxusa oxumasa. Başqa əlaqə vasitəsi var. Əgər... Bəli, bir cümlədə bir neçə əlaqə vasitəsi ola bilər. Hər fe'li... Sırf hərçənd də qoyurlar, şeyin də qoyurlar. Onda hərçəndə əsasına görə yoxsa? Hərçəndə əsasən. Bax, əgər bir cümlədə bir neçə əlaqə vasitəsi ola bilər. Burada həm əgər fe'lin şərt bağlayıcısı və fe'lin şərt şəkilçisi. Bir də intonasiya. Onsuz intonasiya bütün cümlələrdə var. Aydındır. Və birinci baş, ikinci budaq gəlir. Budaq sonra baş gəlir. Sonra... Bir dəfə qazanıcı bir sual çıxmışdı.
Elə bir orada ancaq var idi, tabisizlik balayısı. Amma əvvəldə hərçənd var idi. Elə bir Həmin ağac bir dəyəcək. hərçənd o gəlmə. Qarşısı məqam tabisi möhkəm cümlələrdə izah edəcəm. Rəsmi yazması lazım olur. Bax, oxusa da bilmir. Burada əlaqə vasitəsi nədir? Qeyri şəkilçi və püstaq. İndi bunun sinonimi kimi nə hansı bal ədatı götürə bilərik? Oxuyuram amma. Oxusa da belə, oxusa belə, belə qoya bilərmi? Bax, bilin ki, sahələr son daha gəlsə biz buna ədat deyəcəyik. Şəkilçi və birinci budaq kimi gəlir. Sonra mını yazmışsan bura, yox. Bax, görürsən mən mını da yazmalıydım. Yazmış deməli, mən sizə deyəcəm. Niyə? Yoxsa yazdım orada. Yazdım. Yazmış. Sonra mən dedim biraz Orada hansı? intonasiyadır, onun intonasiya. Hanı? İntonasiya. 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 Onu mən yazmamışım Allah. Onu mən yazmışam. Bu boynumu Allah'ım ki mən sən yazmışam. Sizin təzə deyil. Hərçən. Bax onu deyirlər. Qarşını yazdan bura, məsəl üçün. Hamı gəldi. Yaxşı. Amma sən gəlmədin. Bu indi ümumiyyətlə. Tabiri mürəkkəb, tabiri möhkəm cümləsi, yoxsa tabirsiz? Amma sən gəlmədin, kimsən? Əgər qarşılaşma əvvəl tabirsiz mürəkkəb cümlələrin qarşısında bəli, fakt yazılıbsa da artısa biləm yox. Fakt yazılıbsa hərçən ki, düzdür, doğrusu sözləri varsa o birinci oradan budaq, sonra baş cümlə gəlir, aydındır. Bəli, və tabiri möhkəm cümlə keçir və əlaqə vasitəsi nə olur? Güzəşt bağlayıcısı, aydındır. Bu belə. Sual düşmüşdü. Hə, düşür. Sonra gələcək uşaqlar. M-ya baxaq. M-nı o dəfə demişdim deyəsən sizə. Demişdi, ədat kimi ola bilirsə, Sual məzmunu varsa, bax, yazın məsəl üçün. Sənə budaq cümlə olur. Demədim mi, getmə. mi. Getmə. Demədim mi. Yoxsa gülüm. Getmə. Və həm kimdə də əlavə eləyirsə olur. Hə, var. Sonra yazam ki, axşam Gedəsən, düşdümü. Yatdı. Düşdümü. Hamı evə gedir. Hamı evə gedir. Qularsan. Uşaqlar, hansında sual məzmunu var? Birincidə. Hansında sual məzmunu var? Birincidə. O dedim, birincidə. Yox, mən Birincidə yox. Niyə? Sənə demədim mi? Sən demədim ki, Getməmək, bax, sadələşmə izah edəcəm. Getməməyini sənə demədim. Demədim, sual verir. Demədim mi? Aydındır. Demək, sual... Yəni, deyək ki, axşam düşəndə haber edin. Birinci başlayır. Sual məzmunu varsa, bəli, sual məzmunu varsa və kin əvəz edə bilirəmsə, orada birinci baş, sonra budaq gəlir və əlaqə vasitəsi mı deyil. Bəli, burada mı olmur, intonasiya olur. Kini qoya bilirəm axırda. Kinə intonasiya demiş deyil, kini əlavə edirəm. Sual formasında olan bağlayıcı vasitəsi niyə olur? Orada niyə sual bəli, olurdu? sual məzmunu olsa bağlayıcı vasitə mı deyil. Amma sual məzmunu yoxdur və birinci budaq, sonra baş gəlir və bir əlaqə vasitəsi mı. Aydındır. Axşam düşəndə açsın, anlayın əvəz edə bilirəm. Sonra? Axşam düşünürsə haber verir. Hə, salsıra qoyaq. Əgər yadında saxlayabilirsən, bunu axı bağlayıcı kimi biz yadımızda saxlayırıq ki, bağlayıcı kimi olanda birinci budaq cümləsidir. Amma orada sual ədat olur. Anladım. Yəni, eyni Başa şey düşməyi deyil. prosto qarışdıram ki, sən sual olanda məsəl ədatla şey olur. Hə, bax, bil ki, sual məzmunu varsa əlaqə vasitəsi deyil, informasiya. Sonra, daha sonra gələcək burada qarşılıq söz məsələsinə. Bax, məsəl üçün, onları yazaq ki, hara desə, ora get. Bax, bilin ki, bütün qarşılıq sözlər əvəzlik gəlibdir. Amma bütün əvəzlik gəlibdir, qarşılıq söz deyil. Burada da qarşılıq söz, bilin ki, cümlə ola bilər, problem yoxdur. Amma qarşılıq söz əlaqə vasitəsi deyil və baş cümlənin tərkibə gəlir. Necə ki, biz əvəzlik gəlib baş cümlənin tərkibə gəlir də, burada yenə qarşılıq söz baş cümlənin tərkibə gəlir. Başqa burada mənə gəlir, qeyri-adi bir şey yoxdur. Onsuz hamısını demişik, hamısını keçmişik. Bir də bilin ki, cümlənin ümumi məzmununa aiddir desə, şərt budaq cümləsini görürsünüz.